Çevrə dairə 58. Çevrənin radiusu ilə diametrinin cəmi 36 cm olarsa, radiusun uzunluğu neçə santimetrdir? Çevrədə diametr radiusdan 2 dəfə çoxdur. Yəni diametr bərabərdir 2 radiusa. Deməli, radiusla diametrin cəmidir 36 olarsa. Burada diametrin yerinə 2r yazsaq, bərabər 36. 3r bərabər 36. Radius olacaq 12. Radiusun uzunluğu, bu da Y variantına uyğundur. 59. Diametrlə radiusun cəmi, yəni diametr üstəgəl radius 24 olarsa, çevrənin diametrini tapın. Diametr 2r'dir, üstəgəl r bərabər 24. 3r bərabər 24. Radius bizdə verir 8. Diametrdə 2 vur radiusa bərabər olduğu üçün, onda 2 vur 8, 16 olar. Diametr olacaq 16 santimetr. Bu da D variantına uyğundur. 60. ABCD kvadratının daxilinə şəkildə göstərildiyi kimi çevrə çəkilmişdir. Kvadratın perimetri 48 cm olarsa, çevrənin radiusu nə qədər olar? Əvvəlcə kvadratın tərəfini tapa bilərik. 60'da. Perimetr verirsə, kvadratın perimetri bərabər 4 aya. Bu da bərabər 48 verib. A tərəfdir. 48'i 4'e bölsək 12. Deməli, kvadratın tərəfi 12'dir. Kvadratın tərəfi də daxilinə çevrə çəkildiyi üçün diametrinə bərabərdir. Deməli, kvadratın tərəfi diametrə bərabərdirsə, diametr 12-dirsə, radius da diametrdən 2 dəfə kiçikdir. Onda radius olacaq 12 bölü 2, bu da bizə 6 verəcək. 6 santimetr B variantı. 61. Çevrənin neçə simmetri oxu vardır? Çevrənin sonsuz sayda simmetri oxu vardır. Bu da Y variantına uyğundur 61'də. 62. ABCD düzbucaqlısının daxilinə çəkilmiş iki çevrənin hər birinin radiusu 5 cm olarsa, düzbucaqlının perimetrini istəyir. 62. Deməli, diametr 2 radiusa bərabərdir. Radiusumuz verib, radius bərabər 5. Onda diametr olar 2 vur 5 bərabər 10. Əgər düzbucağın daxilinə görürük ki, çevrələr çəkilib, çevrələrin diametri düzbucağının eninə bərabərdir. Diametr, burada en DCD-yə bərabərdir. Onda diametr 10-dursa, onda DC bərabər AB, eni 10'dur düzbucaqlının. Sonra hər birinin radiusu 5'dirsə, onda hər birinin radiusu 10'dur. 10, bu da 10, 20. Deməli, AD tərəfi uzunluğu da BC tərəfinə bərabərdir, bu da 20'dir. Düzbucağın perimetrini istəyir. Perimetrin düstur 2 vur, enin uzunluğunun cəmi. 10 üstəgəl 20 bərabərdir 2 vur 30, 60. Deməli olacaq 60 B variantı. 63'də. AC və BD parçaları mərkəzi o çevrəsinin diametrləridir. BO üstəgəl AC 15 cm, DOS 60 dərəcə olarsa, CD vətərinin uzunluğunu istəyir. Deməli, bu şəkli çəkək. 63'də. Çevrədir. Çevrənin diametrləri çəkilib AC və BD. Diametrləri çəkilib BD. Burada da odur. Deyir ki, DOC 60 dərəcədir. Bu 60 dərəcədir. Ona qarşılıqlı bucaq, bu da 60 dərəcədir.
Bu radiuslar bir-birinə bərabərdirsə, onda bu bərabər tərəfli üçbucaqdır. Daxili bucaqların cəmi 180 dərəcə olması üçün hər bir tərəfi bərabərdir deyə 60-60 düşür. CD vətərin uzunluğunu istəyir. Deməli, bizdə bu radius elə CD vətərinə bərabərdir. Çünki COD üçbucağı bərabər tərəfli üçbucaqdır. Deməli, biz radiusu tapsaq, CD vətərini tapmış olarıq. Deməli, CD bərabərdir radius. Bizdən deyir BO, yəni bu radiuslar AC vətəri. AC vətəri də 2 radiusa bərabər olur. Onun AC üstə gəl. BO bərabərdir 15. Deməli, AC bərabərdir 2R-ə. Üstə gəl BO da bərabərdir 1R-ə. Bunların cəmidir 15'dir. Onda 3R bərabər 15. R də bərabər 15 bölü 3, 5. Deməli, radius oldu 5. Radiusda CD vətərinə bərabər olduğu üçün CD vətəri də elə 5 olacaq. Bu da B variantına uyğundur. 63'də B variantı. 64. AC və BD parçaları mərkəzi o olan çevrənin diametrləridir. BD 14 olarsa, BD nədir burada? Diametrdir. Yəni 2R-ə bərabərdir. 10 olarsa, DOC 60 dərəcə olarsa, COD üçbucağının perimetrini tapın. Deməli, R-i burada taparıq 10 bölü 2, 5 olar. Deməli, radiusumuz oldu 5. Radius 5'dir. Əgər burada DOC 60 dərəcədirsə, bu radiuslar bir-birinə bərabərdirsə, deməli bu radius ilə bu vətərə bərabərdir. CD vətərinə bərabərdir. Çünki daxili bucaqlar 60 dərəcə olacaqlar. Burada da bərabər tərəfli üçbucaq alınır. COD bərabər tərəfli üçbucaq alınır. Onda radiusu tapmış olduq 5. Deməli, COD üçbucağın perimetri də olacaq. Perimetr COD 5 vur 3. Yəni hər üç tərəfin uzunluğu 5 santimetrdir. Bu da 15 olacaq. Cavabımız olacaq A variantı. 65. Şəkildə verilmiş kvadratın tərəfi 12 desimetr olarsa, onun daxilinə çəkilmiş çevrən radiusu neçə santimetrdir? Kvadratın tərəfi diametrə bərabərdir. Əgər tərəf 12 isə, deməli AB bizdə diametrə bərabərdir 12. Diametrdə 2R-ə bərabərdir. Deməli 2R 12 isə, R də bərabər 6 olacaq. Radius da 6 oldu. Onun daxilini çəkim çevrən radiusunu istəyir. O da 6'dır. B variantına uyğundur. 66. Şəkildə verilmiş kvadratın daxilini çəkimi çevrən radiusu 5 cm-dir. Kvadratın perimetrini istəyir. Kvadratın tərəfi diametrə bərabərdir. AB tərəfi bərabərdir diametrə. Diametri də 2 radiusa bərabərdir. Radiusu 5 veribsə, onda bu olacaq. Diametr bərabərdir 2 vur 5, yəni 10. Deməli, AB tərəfimiz də elə 10'dur. AB tərəfi 10'dursa, kvadratın tərəfi 10'dur. Perimetri tapmaq üçün 4 vur 10. Bu da 40 olar. B variantı. 67. Eyni çevrənin radiusunun 5 qatı ilə diametrinin fərqi 9 desimetrdir. Çevrənin diametrini tapın. Deməli 67. Deyir, eyni çevrənin radiusunun 5 qatı ilə. Bir dənə çevrə çəkirik. Bunun radiusu diametrdə 2 radiusa bərabərdir. Radius vur 5 qatı. Yəni bu 5 vur radius çıxılsın. Diametrinin fərqi çıxdı. Bərabər 9'dur deyir. Bu D-nin də yerinə 2R yaza bilərik. 5R çıx 2R bərabər 9. Bu da edir 3R bərabər 9. R də bərabər 9 bölü 3, 3. Demək, radius neçədir? 3, 3. Bizə nə istəyir? Diametr istəyir.
Diametre de beraber 2 vur 3 beraber 6 detsimetr. 6 detsimetr. Bu da ne deməkdir? 60 santimetr deməkdir. Santimetre çevirsək 60 santimetr. Çünkü 1 detsimetr 10 santimetrdir. Onda 6 detsimetrde olacak 60 santimetr. Bu da B variantına uygundur.